Rəyyan ibn Səlt deyir, gəlmişdim İmam Rızanın görüşünə. Allah nəsib eləsin, o Həzrətin Məşəddəki o nurani qəbrinin ziyarətini, burada oturanların hər birinə Allah nəsib eləsin. Deyir, gəlmişdim İmam Rıza ilə görüşdüm, neçə gün qaldım. Gedənə yaxın ürəyimdə dedim ki, ağaya deyərəm ki, bir dənə köynəyindən birini versin, mənim kəfənimə qoyaram. Bir də istəyərəm ki, bir neçə dirhəm pul versin, o pulla qızlarıma üzük alım, onun adından aparım verim. Deyir, elə bu fikirdəydim, gəldim, oturdum, yemək yedik. Sonra mən durdum vidalaşmağa. Gedəndə ağa dedi, gəl, bağrına bastı məni, qucaqladı. Elə ki, ağa məni qucaqladı, deyir, ürəyim sındı, ürəyim yandı, deyir. Ağlar halda, deyir, bastım İmam Rızanı bağrıma. O ağladı, mən ağladım. Dostlarını belə çox istəyirlər. İkimiz də deyir, ağladıq, mən çıxıb gedirdim. Gedəndə yadımdan çıxmışdı, nə deyim. Dedi, Rəyyan, bir dəqiqə ayaq saxla. Bu köynəyi sənin üçün qoymuşam, özünlə qəbrə qoyarsan. İstədim yenə gedəm, bir neçə dirhəm pul çıxartdı, mənə verdi. Dedi, bununla da qızlarıma üzük alarsan. Sənin yadından çıxsa da, onun eşqi sənə bunu unuttursa da, onların yadından çıxmır. Onların yadından çıxmır. Onlar bilir biz nə istəyirik onlardan.